Peyğəmbər bir din gətirdi, sərhədlərini cızdı, sərhədlər müəyyən elədi. Sən sərhəddən kənarda qaldınsa, mən səni təsdiq eləmirəm, səni öldürmürəm, amma qəbul da eləmirəm. Qəbul da eləmirəm. Mən səni qəbul eləmirəm sözü var, bunları qıcıqlandırırdı. Bunlar deyirdi ki, onunla məndə nə fərq var? Məndə də filan fəzilətlər var, onda da var. İslam deyir, səndə təslimiyyət yoxdur. Amma yanaşma necə idi? Ləqəd cəəkum rasulun min ənfusikum azizun aleyhi ma anittum harisun aleykum. Mən sənə ürək yandırım, sənin başını kəsmirəm, səni öldürmürəm, sənin məndən işin yoxdursa, mən də sənə həmişə qapımı açıq qoymuşam, amma şərtlər qoyuram sənin qabağına. Şərt də budur. Şərt budur ki, mənə təslim olacaqsan. Mənim bu təslimiyyət olmayacaqsa, sənin bütün yaxşılıqlarımı sual altına alır. Yəni, onlar dekordur, görüntüdür, onlar həqiqət deyil. Və həmin o fəzilətli ərəb cəmiyyəti görün Kərbəlada neynədir. İmam Hüseynə qurban olum ki, Kərbəlada hər sualın cavabını verdi. Hər sualın cavabını verdi. Həmin o Əbu Ləhəblər idi ki, deyirdi ki, gecə qadına hücum eləmək olmaz. Bəs nə oldu? Ona görə dedi ki, çox keçən dəfə də dedim, dininiz, imanınız yoxdur, heç olmasa, yəni azad olun. Yəni, onları öz mədəniyyətlərini xatırladırdı ki, siz belə deyildiniz. Görürsən, bunların qarşısına dini gətir qoy. Bunlar ona təslim olmayanda, o üzdə görünən yaxşılıqlar var, o prinsiplər, onu da dərhal başlayacaqlar tapdalamağa. Sən demə, bu yaxşılığın arxasında nə eybəcərliklər gizlənib ki, əslində o yaxşılıq bir daha deyirəm, bir görüntüymüş. O təkcə Əbu Ləhəbə xas deyildi. Nə oldu orada? Ancaq qadın döyən, uşaq döyən insanlar toplaşmışdı. Yox, bu qaydaları İslam tarixi bizə bəyan edir ki, ya dini küll olaraq qəbul edəcəksən, təslim olacaqsan və bu təslimiyyət xəbər verir ki, sən fəzilətli insansan, sən günahkar da olsan fəzilətli insansan, amma onu qəbul etməyəcəksənsə, o əhval-ruhiyyə səndə yoxdursa, o boyun əymək xüsusiyyəti yoxdursa haqqın qabağında, sən təhlükəli insansan. Baxma 5-10 dənə yaxşı xüsusiyyətin var, o yaxşı xüsusiyyətlərin arxasında həmin bax bu qədər vəhşilik edəcək qədər alçaq bir insansan ki, hadisələrin gedişatı onu aşkar edir ki, sən demə bunlar köpüydü. Ona görə deyirəm ki, film yaradanda da, kitab yazanda da, danışanda da biz İslama müxalif olan dünyanın o gündə, bu gündə xüsusiyyətlərini düzgün tanımalıyıq. Bunlar dəyərlər haqqında danışan, müəyyən dəyərlərə doğrudan da bağlı olan, müəyyən dəyərləri yaşadan insanlardır. İslamla davaları nədir və ya İslamın bunlarla davası nədir? İslamın bunlarla davası insanlığın həmin o ana mövzusudur. İnsanın və cəmiyyətin fəziləti ondan ölçülür ki, haqq qarşısında tam olaraq təslim ola bilsin. Bunu bacardısa fəzilətdir, bacarmadısa xeyir. Bax, bu İslam tarixində ən vacib məsələlərdən biridir.